Niyə milyoner olmaq istəyirsiniz? Məsələn, ən böyük arzularımdan biri Babayevlər adlı bir təqaüd proqramı açmaq və xaricdə oxuyan qız uşaqlarına nəzərdə. Deyək ki, mənim bağ evim olacaq, bahalı maşınım olacaq. Mən Porsche-m də olacaq. Həmtəsisçi üzərindən az-çox danışdıq. Amma komanda haqqında nə fikirləşirsiniz? Komanda nə qədər önəmlidir və nələrə diqqət eləyirsiniz? Bundan əlavə bu gün bir startap qurası olsanız, hər hansı bir sektorda, sizin komandanıza qoşulan adamlar nəyə görə qoşulmalıdır? Sizi rəqiblərinizdən fərqləndirən, burada rəqib olaraq startapınızın rəqibi nəzərdə tutmuram. Sizlə məni də rəqib olaraq baxa bilərik. İkimiz də biz biznes fəaliyyətindəyik və mənim də video editora ehtiyacım var, sizin də video editora ehtiyacınız var. Siz nələr edirsiniz ki, o sizin komandanıza qoşulsun, mənim komandama qoşulmasın? Ümid edirəm video editor burada fikrini dəyişməz. Burada mən düşünürəm ki, komanda istənilən işdə çox vacibdir. Düzdür, elə işlər var ki, siz onu tək başına da eləyə bilirsiniz. Orada komanda ehtiyac olmaya bilər. Amma bir çox işdə komanda çox vacibdir. Birincisi ona görə ki, bu tipli insanlar, bizim tipli insanlar çox işləyirlər. Çox işləyəndə ən çox vaxt keçirdiyiniz insanlar artıq sizin iş yoldaşlarınız olur. İndi həm təsisçi olmasa belə komanda yoldaşlarınız olur və yaxud geri qalan ünsiyyətdə olduğunuz insan. Ananızdan, atanızdan çox gördüyünüz insanlardırsa bu insanlar. Bu insanlardan birincisi yaxşı anlaşa bilməlisiniz. Uyğun bir şəkildə işləyə bilməlisiniz. Əlbəttə ki, hər bir insan fərqlidir. Amma birincisi pozitiv əhval-ruhiyyə. Yəni nəyisə səhv eləyəndə, nəsə səhv olanda bunu fəlakətə çevirmək, həmin adamı səhv edən adamı belə barmaqla göstərmək, demotivasiya eləmək yox. Əksinə bunu doğrudan bir freak up hekayəsi kimi yazıb, onu study eləyib, öyrənib, dərindən başa düşüb, bir daha bunu təkrarlanmaması üçün nə lazımsa onun action planını hazırlamaq. Yəni daha çox yanaşma tərzi ilə bağlıdır da. Məsələn, mənim olduğum komandalarda həm şanslıyam ki, özümün yaratdığım komandalarda, həm də sonradan daxil olduğum komandalarda, hal-hazırda aktiv rol aldığım komandada da eyni yanaşma tərzidir. Səhvlərdən nəticə çıxartmaq, dayanmamaq, geriyə addım atmamaq və eyni zamanda dünyada ən yaxşının siz ola biləcəyinə inanmaq. Və bu belə olanda, onsuz da ətrafınızda hamı buna inananda və kimsə gəlib deməyəndə ki, olmur, bu işi görürük, amma mənə elə gəlir ki, biz qlobalda nə bilim top 5-ə çıxa bilməyəcəyik. Bu fikri çoxlu eşidəndə artıq sizdə də bir inamsızlıq yarana bilər də. İstər-istəməz şuuraltı da olsa, sahibkar əlbəttə ki, buna da hazırlıqlı olmalıdır. Amma lap sahibkar olmasın, adi komanda üzvü olsun, hər hansı bir komanda üzvü olsun, hər hansı bir komandada mövcud olan. Düşünürəm ki, həm pozitiv yanaşma, həm həqiqətən ən yaxşı olmaq üçün nə etmək lazımdırsa, ona çatmaq üçün düzgün action plan hazırlamaq. Bunlar mənim üçün çox önəmlidir. Məsələn, komanda hal-hazırda işlədiyim komandanı da digər indiyə qədər işlədiyim komandalardan ayıran əslində yanaşma tərzidir. Yəni burada olmağımın, hal-hazırda orada aktiv fəaliyyət göstərməyimin də əsas səbəblərindən biri budur. Həm də resursların əlçatan olmağı və biznes qərarlarının, əhəmiyyətli biznes qərarlarının birlikdə verilə bilməsi. Bu Steve Jobs'un məsələsi var ki, birlikdə işlədiyi insanlar həmişə ona razı olanda acığına gəlirmiş və hətta o insanları işdən uzaqlaşdırırmış ki, sən buradasan ki, sən məndən narazı olasan və nəsə bir yeni fikir təqdim eləyəsən. Çünki hər şey mən desəm, daha onda nə oldu? Onda özüm tək işləyim. Bu fərqli yanaşma tərzlərini qəbul eləmək və qulaq asa bilmək və qazananın məntiq olmağı, yəni məntiqli arqument qazanmalıdır. Hiyerarxiya əsaslı bir arqument qazanmamalıdır. Belə çox dağınıq cavab oldu. Niyə görə? Amma çoxlu fərqli açar sözlər var. Açar sözlər tapmalılar. Bəli, onları yazsınlar, açar sözlərlə xətt çəksinlər. Sualımızın ikinci hissəsi olan sizin komandaya birisi qoşulacaqsa niyə qoşulmalıdır? Bunu daha qısa necə ifadə edərsiniz? Yəni təxminən belə bir cavab gözləyirəm ki, biz bunu vəd edirik. Məsələn, bu gün bir startapa başlasaz, nə vəd edərsiniz? Yüksək maaş mı vəd edərsiniz? Nələr vəd edərsiniz ki, dediyiniz kimi mənlə yox, dediyim kimi mənlə yox, sizlə işləsinlər və ya bir başqasıyla yox, sizlə işləsinlər. Əsas səbəb məncə budur ki, birlikdə böyümək, birlikdə inkişaf eləyə bilmək, birlikdə səhv eləyə bilmək və səhv eləmək üçün bir sahə yaratmaqda və orada eksperimentlər apara bilmək, fərqli eksperimentlər apara bilmək və eyni zamanda ədalətli iş bölgüsünə
sahib olmaq. Məsələn, mənim özüm üçün ən dəyərli saydığım şeylər hər hansı bir yeni layihəyə başlayanda, təşəbbüsə başlayanda adətən bunlar olur və bunu eyni zamanda təmin eləməyə də çalışıram var olduğum komandalarda. Və eyni zamanda əlbəttə ki, fəaliyyət göstərdiyimiz sahədə həqiqətən nəsə dəyişiklik edə bilmək. Vacib deyil bunu bütün biznes sahələrində eləmək, əlbəttə ki, bəzən daha çox mənfəət əldə eləmək olur. Qeyri-adi bir dəyişiklik eləmədiyiniz sahədə, amma ümumiyyətlə nəyisə dəyişdirə bilmək bu dünyada, yanaşma tərzini belə dəyişdirmək əslində bir dəyişiklikdir. Dəyişikliyi yaxşı vurguladınız. Mənim də hal-hazırda da fəaliyyət göstərdiyim bir komanda var, hansı ki Time Academy komandasıdır. Orada biz bir dəfə vakansiya paylaşmışdıq və o vakansiyada bu formada qurulmuşdu ki, nələr vəd edirik və nələr əldə edəcəksiniz. Əldə edəcəkləri arasında Azərbaycanda təhsil sektorunda fəaliyyət göstərən bir kursun işləyiş sistemi ilə bağlı dəyişiklik yaratma fürsəti. Bunu biz əldə edəcəklər arasına yazmışdıq. Əslində bu vakansiya, yəni tam dəqiq xatırlamıram necə yazılmışdı, amma təxminən burada məntiq ondan ibarət idi ki, həqiqətən çünki bizim axtardığımız yaş aralığı daha çox gənc, yeni məzun olmuş universitetdə oxuyan bir tələbə profili idi və o profildə olan adam üçün bir şirkətə, bir kursa daxil olub, orada hansısa problemləri görüb onu dəyişdirə bilmək onun üçün çox daha dəyərli olmalıdır bizə olmağındansa. Bəlkə o vakansiyanı oxuyanların bəziləri elə düşünə bilər ki, bu əslində sizin qazandığınız bir şeydir. Bunu niyə vədlərin arasına yox, bizim qazanacaqlarımızın arasına yazmaz? Amma hekayənin bir parçası olmağı vəd edirsiniz. Hekayənin bir parçası olmaq, ondan əlavə bayaq dediyimiz özgüvən məsələsi. Məsələn, düşünək ki, bir meneceri olaraq gəlir, daxil olur, kursda işləyir və kursda işləyərkən bir iş axışı problemi müəyyən edir. Biz orada onu vəd edirik ki, siz bu iş axışı problemi müəyyən etdikdə bunu həll edə biləcəksiniz. Biz bununla bağlı sizi dinləyəcəyik, bunun üzərində bir yerdə işləyəcəyik və hətta bizim işimizə çox təsir etsin, bununla bağlı müəyyən bonus əldə edəcəksiniz və s. Bunlar yazılmır orada, amma adətən belə olur. Və nəticə olaraq da bu sizin üçün də bir fürsətdir. Təkcə bizə yox, eyni zamanda sizin də əldə etdiyiniz bir şeydir. Biz vakansiyanın o hissəsində sırf ona görə bunu qeyd etmişdik ki, bu mindsetdə olan, bu düşüncə tərzində olan insanlar ora müraciət etsin və həqiqətən də kifayət qədər çoxlu müraciət almışdıq, belə xatırlayıram. Keçək süni intellekt mövzusuna. Bu YouTube-a da yaxşı təsir göstərər ümid edirəm, çünki asar sözdür hal-hazırda süni intellekt. Və sualım belədir ki, madəm biz bu danışıq tərzi ilə gedirik, bacarıq döyər yoxsa dayday və ya nəslin ilk milyoneri, eyni zamanda bu sualı da belə vermək istəyirəm ki, sizcə süni intellekt biznes adamı üçün baltadır yoxsa fürsətdir? Qətiyyətli şəkildə düşünürəm ki, süni intellekt biznes insanları üçün çox böyük fürsətdir. Birincisi ona görə ki, bizneslə məşğul olan hər bir insan, yəni bizneslə məşğul olmayan insanlarda da əlbəttə belədir, amma məhz bizneslə məşğul olan insanlarda zaman ən dəyərli assetdir. Yəni bizim sahib olduğumuz ən dəyərli varlıq zamandır və əgər biz hər hansı bir iş görəndə zamanımızı necəsə qənaət edə biliriksə və keyfiyyətdən də ödün vermiriksə, keyfiyyət də eyni səviyyədə qalırsa, bəlkə biraz da üstünə gəlirsə, süni intellekt bizim orada olur artıq yardımçımız. Məsələn, mən hal-hazırda öz assistentim kimi istifadə edirəm süni intellekti. Əlbəttə ki, orada biraz belə məsuliyyətli davranmaq, hər şeyi soruşmamaq, bu ekoloji, çevrə kirliliyi və s. olan təsirləri də başa düşmək lazımdır. Amma geri qalan tərəfdən mən düşünürəm ki, %100 bizə çox fayda verən bir vasitədir. Öz subyektiv düşüncəm, yəni biznesdən kənar subyektiv düşüncəm məni narahat edən bu üstünə çoxlu müzakirə eləməyə yer olan yerdə bu incəsənətdəki istifadə tərzidir. O biraz mən belə baxanda narahat edir ki, oyda biz əvvəllər filmə baxanda daha fərqli hiss edirdik və yaxud sosial mediaya baxanda daha fərqli hiss edirdik, amma indi tam başa düşmək olmur, daha çətindir süni intellektdən başa çıxan adam üçün də. Amma ümumilikdə biznes sahəsində çox faydalı olduğunu düşünürəm və Azərbaycanda hətta bizim bunu ciddi yanaşmadığımızı filan düşünürəm. Yəni istər şirkətlərdə olsun, istər şəxsi həyatlarımızda ciddi yanaşıb bunun tam verdiyi fürsətləri əldə edə bilmirik kimi hiss edirəm. Amma ümid edirəm ki, o da zamanla düzələcək. Çünki bizimki kimi cəmiyyətlərdə biraz arxadan da getsək, sonra gəlib çatırıq da ora əvvəl-axır. Ümid edirəm ki, bu da aradan qalxacaq. Amma məncə balta deyil, qəti şəkildə balta. Balta bilirsiniz nə vaxt olur? Yanaşma tərzi ilə bağlıdır məncə. Yəni elə adamlar görürəm ki, məsələn, biznesdə bəzən sizin intuisiyalarınız daha önəmli olmalıdır, düzdür? Çünki əlinizdə data yoxdur spesifik bir işə dair, amma orada intuitiv qərar verməlisiniz. Bütün indiyə qədərki bilgi, bacarıqlarınızdan yola çıxaraq da. Və əgər bu mərhələni siz süni intellektə həvalə edirsinizsə, bu artıq özü bir
şey yaradır və yaxud liderliklə bağlı spesifik bir sualı hansısa bir komanda yoldaşınızla necə ünsiyyət qurmaqla bağlı bunu süni intellektdən soruşursunuzsa, bu da o insani tərəfi itirmək kimi gəlir mənə. Amma yox, həqiqətən mənim vaxtımı alan manual işlər, mənim görmək istəmədiyim işlər, məni qabağa ata biləcək işləri süni intellektlə eləmək məni həmişə daha çox qabağa atır. Biraz əvvəl o vurğuladığınız, hətta komanda yoldaşınızla bağlı olan məsələni də soruşmaq əslində olar. Sadəcə soruşma tərzi ilə çox şey fərqlidir. Yəni spesifik кейsi yazıb, spesifik cavab gözləmək biraz süni intellekt alətinin doğru istifadə olunmamasını Çünki insan göstərir. çox daha kompleks varlıqdır Əlbəttə. da. Biz yəni bizim çox fərqli Həm də o hal-hazırki Datalarımız кейsi var. biz yaxşı formada tam ifadə edə bilməyəcəyik. O var. Ondan əlavə süni intellekt bəlkə Çinin datası üzərinə build olunub, Amerikan datası üzərinə build olunub. Azərbaycandan kifayət qədər məlumatı yoxdur ki, böyük ölçüdə belədir. Və ona görə daha çox bu formada suallar ki, bu tip bir şərtlər altında olanda hansı düşüncə forması ilə məsələyə yaxınlaşa bilərəm? Hansı kitab oxuya bilərəm bundan bağlı özümü inkişaf Bəli, bəli. etdirmək üçün? Hansı məqalələr oxuya bilərəm? Bu tip Mən yanaşıb təhlükəni nədə görürəm? Düşünməni düşünmə bəli. mərhələsini Düşünməni biz ona özümüzə həvalə bir növ edəndə saxlamalıyıq. o Bəli. artıq təhlükəli hala gəlir. Amma yox, Eynən. düşünmək üçün bizə vasitələr lazımdır və vasitələri bizə verən bir tool lazımsa, alət lazımsa, onda həm məsələn süni intellekt bizim işimizə yarayır. Razıyam. Ekoloji tərəfi ilə də bağlı belə bir şey vurğulayım. İndi bir növ texniki backgroundum olması nəticəsində bu məsuliyyəti özümdə görürəm, bunu vurğulamaq. Keçmişdə bir tanışım var idi. O Google Drive istifadə etmirdi. Ondan əlavə e-maillərini silirdi mütəmadi olaraq. Təbii ki, bu silmək səliqəli baxımından yaxşı bir şeydir. O ona lazım olanları da silirdi ki, çünki ekoloji özünü yaşıl bir adam kimi təqdim edirdi, o formada düşünürdü və o e-maillərin orada saxlanmasının ekoloji yükünü başa düşürdü və hətta e-mailləri də silirdi. Təbii ki, bu gözəldir, alqışlanasıdır. Bir insanın bu qədər fərqində davranmaq istəməsi çox yaxşıdır əslində. Amma mən bunu texniki tərəfindən baxdıqda görə bilirəm ki, biraz məsələn indi ChatGPT ilə bağlı da onu vurğuladınız ki, bəzi adamlar məsələn düşünə bilər ki, mən bu sualı soruşuram, amma soruşmuyum ekoloji olaraq, çünki mən soruşanda dünyada bu qədər su gedir. Təxminən belə bir şey Bəli. düşünə bilər. Biraz haqlılıq orada payda var, çünki qlobal şirkətlər çox güclüdülər. Onlar bəzən ekologiyaya zərərlər verirlər bu tip alətləri ortaya çıxartmaq üçün. Amma burada əsas onu vurğulamaq istəyərdim ki, uzun müddətdə bunlar optimizasiya olunacaq. Hal-hazırda da optimizasiya olunur. Bəli. Yəni əgər bizə o aləti free olaraq, ödənişsiz olaraq açıblarsa və biz ora o gedib o sualı yazırıqsa və düşünürüksə ki, biz bunu yazanda 2 litr hardasa su israf olundu və ona görə biz o sualı ora yazmırıqsa, burada bir yanlış var. Çünki düşünün, bir aləti sizə tamamilə ödənişsiz istifadə verirlər. Siz gün ərzində ona minlərlə sual yaza bilirsiniz. Və deyirsiniz ki, hər sual yazanda məsələn 2 litr su gedir. Qarşı tərəfdə Amerikada suyun qiyməti 30-40 sentdir deyək. Bu biz əgər sual yazanda həqiqətən orada 30-40 sentlik bir xərc yaransaydı, bunu bizə pulsuz verməzdilər. Mən ona görə daha çox belə düşünürəm ki, bu məsələlər indiki mərhələdə belə optimizasiya olunub. Çünki onların finans tərəfi var. Yəni bu bütün xərclərimiz orada nəzərə alınır və uzun müddətdə daha yaxşı hala gətiriləcək. Bir növ ona görə e-maillərin silinməsi mərhələsində burada biraz daha rahat davrana bilərik. Mən belə düşünürəm. Burada əslində promptu düzgün vermək, yəni prompt engineering dediyimiz şey, prompt mühəndisliyi, promptu düzgün verəndə əslində 77 dəfə yazmağa da ehtiyac qalmır. Oranı da optimizasiya etmiş olursunuz. Bəli. Orada da vaxtınıza qənaət eləmiş olursunuz əslində. Bəli. ChatGPT sizin hal-hazırdakı işinizə bir saat qabağa atacaqsa və siz onu su gedir deyə ona gördürməyə yəni özünüz görürsünüzsə, əmin olun sizin saatlıq su istehlakınız daha çoxdur. Siz o işi ChatGPT etdirin. O bir saatda gedin internetdə ekoloji məsələlərlə bağlı post hazırlayın, paylaşın, daha çox adama çatın və ya başqa bir şey eləyin və ya çıxın küçəyə, su israfı olan yerləri tapın, bununla bağlı gedin Azərsuya şikayət eləyin. Yəni bu daha faydalı olar, nəinki o işi özünüz görməz. Bunu da vurğulamaq istədiyim bir məsuliyyətim kimi gördüm. Allah, təşəkkürlər. Sağ olun. Milyoner olmaq planınıza geri qayıdaq. Bayaq blogerlik üzərindən danışdıq. İndi real olaraq bir növ blogerlikdə sadəcə bu istifadə olunan bir hookdur dediyiniz kimi. Amma belə başa düşürəm ki, sizin eyni zamanda
müəyyən ambisiyanız da var ki, mən həyatda bəlkə milyoner yox, amma milyarder, hətta mən əksinə demək istəyirəm milyoner yox, amma rifahımı dəyişmiş, nəsildə rifah kateqoriyası dəyişmiş bir adam olacağam. Niyə milyoner olmaq istəyirsiniz? Birinci sualım belədir. Əslində səbəbləri çoxdur. Bu dünyada eləmək istədiyim dəyişikliklərin bir çoxunu əslində maddi vasitələrlə etmək mümkün olduğunun çox fərqindəyəm. Məsələn, ən böyük arzularımdan biri Babayevlər adına bir təqaüd proqramı açmaq və xaricdə oxuyan qız uşaqlarına, Azərbaycanlı qız uşaqlarına təqaüd verməkdir. Və əlbəttə ki, bu mənim maddi resursum olmadan və yaxud aylıq maaşla işlədiyim müddətcə mümkün ola bilən bir ssenariyə oxşamır. Bu Brian Tracy'nin dediyi şeylər var ki, kimsə sizinlə işləmək istəyəndə gedin ona deyin, ev tapşırığı verin ki, 100 dənə sahib olmaq istədiyi şey yazmalıdır çatanda. Və onu eləmirsə, onsuz da o adamla işləməyə mənası yoxdur. Yəni oturub vaxt ayırıb bir neçə saat 100 dənə sahib olmaq istədiyi şey yazmırsa, bunlar hər biri əlbəttə ki, maddi olmalı deyil, təcrübə də ola bilər. Amma ümumilikdə günümüz dünyasında, bu mövcud dünyada, mövcud sistemdə yaşamaq üçün öz həyat standartımı istədiyim səviyyədə saxlaya bilmək üçün müəyyən bir maddi gəlirə çıxmalı olduğumu düşünürəm və bu konkret bir hədəfdir əslində. Altında da dediyim kimi, yəni əslində yüzlərlə səbəb var ki, niyə olmaq istəyirəm və s. Amma həm birincisi ona görə ki, proses özü mənə çox maraqlı gəlir. Ora gedib çıxmaq, ora gəlib çatmaq. Ola biləcəyimə niyə görə inanıram? Çünki indiyə qədər eləyəcəm dediyim hər şeyi eləmişəm və çox nadir şeylər var ki, onu demişəm eləyərəm, amma eləməmişəm falan. Amma nəysə adam fokusunu düzgün və diqqətli şəkildə verəndə adətən olur. Belə. Yəni əslində vasitə kimi baxıram onu, bir hədəf kimi yox və o yolda ora çatana qədər, ora gedənə qədər getdiyim yol mənə çox maraqlı gəlir hal-hazırda. Düzdür, çox çətin gəlir eyni zamanda, xüsusilə Azərbaycanda. Məsələn, bəlkə Silikon vadisində olsaydıq bu yanaşmam daha fərqli ola bilərdi, bunu bu qədər çətin görməyə bilərdim. Amma məhz Azərbaycanda bu coğrafiyada nisbətən daha çətindir və əslində o çətinliyin özü də maraqlı eləyir prosesi bir növ. Siz bir şeyi vurğuladınız. Babayevlər adına təqaüd proqramı gələcəkdə. Bəli, çox maraqlıdır və uğurlar arzulayıram bununla bağlı. Təşəkkür edirəm, çox sağ olun. Bu bizim ailədə hamı elmlə maraqlanır və babam müxbir üzvü idi, arxeoloq idi İlyas Babayev. Atam hal-hazırda arxeoloqdur Faiq Babayev, əmim yenə fəlsəfə sahəsində, jurnalistika sahəsində işləyir Fuad Babayev. Yəni bilin, oradakı hamının ortaq bir dəyəri var ki, bəli, təhsil və elm çox dəyərlidir və buna dəyər vermək lazımdır. Bir növ onu həyata keçirdəcək maddi imkana sahib olmaq mənim üçün həm də ambisiyalardan biridir. Bu əlbəttə ki, sadəcə biridir, amma belə daha ülvi dəyərlərdən biridir mənim üçün. Bu həm də biznes fəaliyyəti tərəfdən mənim oxuduqlarımı, öyrəndiklərimlə dəyərləndirsək də yaxşıdır. Çünki həyatda bir adamın bu formada bir sosial məqsədinin olması çox daha yaxşıdır. Nəinki, məsələn, deyək ki, mənim bağ evim olacaq, bahalı maşınım olacaq. Bu Mən Porsche-m də olacaq. Əlbəttə o da öz yerində. Amma çünki Porsche-siz olmur. Porsche-siz milyoner olmaq mənə isə düzgün gəlmir. Mən xüsusilə də Cayenne istəyirəm. Yaxşı, uğurlar. Bir Cayenne, bir 911. O dərəcə. O dərəcə. Yaxşı. Yeni yaranıb məndə, niyəsə maşını sevirəm. Azərbaycanda yaşamağa başlayandan bəri. Rənglərinin nə rəngdə olmağını istəyirsən? 911-i yaşlı istəyirəm. Tünd yaşlı istəyirəm. Cayenne isə qara istəyirəm. Simple. Çox göstərişə ehtiyac yoxdur. Yaxşı. Amma iki maşın. O biraz daha Bəs niyə hər birini fərqli müddətlərdə sürəcəksiniz? Yəni ürəyim istəyə bilər, məsələn, bu gün onu sürüm, bu gün o birisini sürüm. Hətta ideal olardı ki, özüm sürməyim, sürücü olsun. Bunları tam həqiqətən belə məqsəd kimi baxırsınız. Yəni xəyallarımdan biri budur. Bu biraz şey məsələsi var. Bu vision board dediyimiz, nə bilim, nəyisə vizuallaşdırmaq. Mən ümumiyyətlə indiyə qədər elədiyim hər şeydən seçdiyim universitetə qəbul olmaq, istədiyim ölkəyə magistr təhsilinə getmək, istədiyim işə qəbul olmaq, istədiyim biznesi qurmaq. Biraz özünüzü o həyatda fikirləşmək lazımdır. Doğru. Meditasiya kimi gözümü bağlayırdım və fikirləşirdim ki, mən indi ODTÜ-dəyəm, nə bilim, matematik kimlərində oturmuşam falan kimi. İndi də eyni şəkildə şeyim çox netdir. Necə ev istəyirəm, evi hansı şəhərlərdə istəyirəm, evin dizaynı necə olacaq, hansı rəngdə olacaq, kafedə necə olacaq. Hamısı məsələn çox netdir. Çexiyada Bəs nəyə görə düşünürsüz ki, bir neçə şəhərdə evinizin olması lazımdır? Yaşamaq istədiyim 2 spesifik şəhər var və heç birində tam %100 yaşamaq istəmirəm. Yəni gedib gələ biləcəyim şəhərlər olmalıdır onlar.
Və biz o vaxt Praqada bir sahibkar cəmiyyəti var, icması var idi. Sahibkarlar görüşürdü və bu Robert Kiyosakinin Rat Race, Siçan yarışı oyunu oynanırdı və orada kağızlar paylananda bilmədiyiniz bir masadasınız, 5 fərqli sahibkarla bir yerdə və birinci şey yazırsınız. İqtisadi azadlığıma qovuşanda ilk nələr alacağam və nələr edəcəm və bu yanaşma mənə oradan gəldi əslində ki, detallı fikirləşə bilmək. Həqiqətən nə istəyirəm? Məsələn, bir orada dostumuz var idi, deyir ki, istəyirəm 3 dənə evim olsun. Ona çox spesifik suallar veririk. Ev harda olacaq? Evin pəncərələri nə rəngdə olacaq? Evin həyətində nə var? Evdə kim var? Evdə məsələn sənin köməkçilərin varsa, onlar neçə nəfərdilər? Necə yemək yeyirsən? Səhər yeməyi yeyəndə hansı səhər yeməklər var? Biraz elə bilin ki, özünüzü o moda salanda Bu bir növ texnikadır, istifadə edilir. texnikada və Bəli. inanılmaz da işə yarayan bir texnikadır. Yəni qıraqdan belə dəlicəsinə görsənə bilər. Bəli. Amma mənim də indi çatmaq istədiyim hədəfdə məsələn Porsche var. Qəşəng. %100 Porsche var. Uğur olsun. Məncə bu qədər çalışmaqla Çox sağ ol. layiqsiz Çox inşallah sağ da ol. əldə edərsiniz. Bunlar əlbəttə ki, işin yəni belə məzəli tərəfləridir də. Bayaq danışdığımız ülvi dəyərlər filan da var. Dəyərlər də var. Hə, amma əlbəttə ki, bu həyat standartlarını yüksəltmək. Mənim üçün məsələn ən böyük şey iqtisadi azadlığın verəcəyi, yəni milyoner olmaq demək iqtisadi azadlıq deyək. Bəli. İstədiyim vaxt istədiyim yerə səyahət edə bilmək azadlığına sahib olmaq istəyirəm məsələn və mümkünsə bunu normal həyat standartlarında eləmək istəyirəm. Yəni hosteldə eləmək istəmirəm, çadırda eləmək istəmirəm. Çünki bunu uzun müddət eləmişəm. Həyatın o tərəfini çox yaxşı tanıyıram. Ona görə tanımadığım tərəfinə də bir müddətdən sonra Maraqlıdır. Mən məsələn sizdən biraz fərqli düşünürəm və fikirlərimi bölüşsəm, biraz sizi bizim istiqamətə apara bilərəm. Mənim də müəyyən maddi hədəflərim var, işləyirəm hal-hazırda bunun üzərində. Lakin artıq son həyatımda 2-3 ildir ki, bu maddi hədəflər çox azalıb. Məsələn, maşınım var hal-hazırda, məsələn, artıq bir ilə yaxındır ki, onu istifadə etmirəm və onun yerinə velosiped, motosiklet istifadə etməyi üstün tuturam. Burada da bir tıxacın və sair kimi şeylərin də təsiri var. Amma mən biraz belə baxıram ki, həqiqətən bəlkə o mühiti, mən o mühiti müəyyən qədər görmüşəm, biraz əvvəl vurğuladığımız milyoner mühitini. Və bəlkə mənim gördüyüm nümunə yaxşı nümunə deyildi, bu da ola bilər. Amma mən düşünürəm ki, çoxlu arqumentlərim var ki, adətən də o mühitlər elə olur. Bu sizin nümunənizdə belə olmaya bilərsiniz, istisna ola bilərsiniz. Amma bir növ dostluq, insanların bir-birinə dəstək olması, bir-birlərini çətin vəziyyətlərdə dəstəkləməsi. Yox, azalır demirəm, amma bunları çox daha yuxarı qoya bilirəm. Hələ ki mən məsələn üçün İndoneziya səyahətinə getmişdim bundan bir il əvvəl və orada mən bir şey müşahidə elədim ki, onların vəziyyətləri çox çətindir. Bununla bağlı mən bloqlarımda və sairədə paylaşıram. Çox maddi orada vəziyyət çox aşağıdır. Düşünün, $80 yaşayan ailələr var və mən bunlarla yollarım kəsişdi orada. Məni evlərinə qonaq elədilər və s. Və necə kəsişdi? Biz bir adadaydıq. O adada bu yoldaşlardan biri öz sevgilisi ilə skuter vasitəsilə adanın başqa bir ucuna, təxminən 2-3 saatlıq skuterla gedilə biləcək bir ucuna günəşin batmağını izləmək üçün gəlmişdilər. Və mənim də orada heç vaxt başıma gəlməyib, skuterumun yanacağı bitdi. Onlar mənə dəstək oldular yolda və biz bu formada tanış olduq onlarla. Hətta skuterumu götürdü, sevgilisi mənim skuterumu sürdü, özü öz skuterunu sürdü, mən onun arxasında oturdum. Ayağı vasitəsilə itələyərək məni apardılar yanacaq doldurma məntəqəsinə. Sonra mən dediyim kimi onların evlərinə də qonaq oldum və açılan süfrədən təbii ki, şükür edirəm həm o süfrəyə görə, həm mənə dəvət etdiklərinə görə. Amma məsələn, tox biz yeyəndə adətən görmüşük ki, belə məsələn bir tərəfdə but, bir tərəfdə bunun böğrü, qənət və s. bu formada olsun. Bir süfrəyə baxdıqda toxun bir hissələri olduğu hiss olunsun. Orada tox yerdik, amma çox daha kiçik hissələrdə idi. Onun yerinə süfrənin böyük hissəsi daha çox başqa tipli, məsələn, düyünü fərqli hallara salınaraq yaradılan şeydir və bu ev şəraitindən və s. də heç də mədəniyyətdən gələn bir şey olmadığını göstərirdi. O kasıbçılıqdan gələn bir şey olduğunu göstərirdi. Və adamlar çox xoşbəxt idilər. Ailə münasibətləri çox qəşəng idilər. Çox bəli, zarafatlar edirdilər, belə məni qonaq etdiklərinə xoşlayırdılar. Orada evdə başqa adamlar vardı, onlar da məni evlərinə dəvət elədilər və s. Bu formada çoxlu hekayələr görmüşəm. Sizinlə tam razıyam ki, adətən pulun xoşbəxtlik gətirməməklə bağlı arqumentdə çox uyur.
Və bəlkə o olmayanda da insan daha xoşbəxt ola bilər falan. Burada bir də işin romantikləşdirmə tərəfi var. Adətən romantikləşdirilir ki, məsələn, süfrə, nə bilim, kasıbçılıq romantikləşdirilir. Burada romantikləşdirməkdən əlavə olaraq mən həyatda artıq bunu başa düşmüşəm ki, əlimizdə olanın qədrini bilmək əlimizdə olmayan bir şey üçün çox çalışmaqdan daha dəyərlidir. Bir növ oradakı ailə münasibətləri çox daha dəyərlidir. İnsanların enerjisi məhduddur. Düşünmə məhduddur, hər şey məhduddur. Biz bu düşünmə enerjimizi, oradakı resursumuzu Porsche almaq üçün xərcləyərkən bir şeydən fəda etdiyimizi Amma burada bilirsiniz, yanaşmada nədə razı deyiləm. İstənilən işdə elədir də. Yəni məsələn biz işləyirik və istəyirik tutalım milyoner olaq, milyarder olaq. İndi milyoner olmağımın məqsədi sallayıram. Porsche olmasa, tamamilə başqa bir şey olsa, daha belə hamının ürəyinə toxunan bir şey olsa deyək ki də, xeyirxahlıq işi ilə bağlı olsa deyək, bu daha fərqli yanaşma olacaq. Amma mən burada razı olmadığım yanaşma odur ki, istənilən çatmaq istədiyimiz hədəf üçün o hədəf ola bilər bizim yaxşı bir, nə bilim, universitetdə magistr təhsil almağımız, doktorantura oxumağımız, tezis yazmağımız və s. Onun üçün bu gün nədənsə fəda eləməliyik. Yəni qurban %100 verilməlidir. Nəyisə qurban vermək lazımdır. Nəyə qurban verərsiniz? Daha dəyərli olan bir şey, daha dəyərsiz olan bir şey qurban Amma bu dəyər biraz subyektiv yanaşmadır. Məsələn, sizin üçün dəyərli olan şey, mən ona görə öz başqası təcrübəmi bölüşdüm, siz də öz təcrübənizi bölüşdünüz. Amma sadəcə mən burada o məxrəcə gəlməyimizi istəyirəm ki, siz Porsche istiqamətində gedərkən mənim üçün daha dəyərli olan, sizin özünüz də dəyərli olduğunu vurguladığınız bəzi şeylərdən fəda etməli olacaqsınız. Məsələn, mən o fədanı etməmək istəyirəm. Amma Porsche-yə getməyəndə də nələrsə onsuz da qurban verirəm. Məsələn, Porsche olmasa hədəf, tamam başqa bir hədəf olsa və o hədəf üçün də mən həftənin 60, 70, 80 saatı boyunca işləməli olsam, əlbəttə ki, mən dostlarımla daha çox deyib gülməkdən, görüşməkdən, ailəmlə vaxt keçirtməkdən və sevdiyim insanlarla vaxt keçirtməkdən qurban verirəm. Və bu əslində biraz da riskdir də. Yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olanda da biznesi niyə qururuq? Çünki istəyirik biznes uğurlu olsun. Biznesin uğurlu olmaq üçün ilk müddətlərdə biz çox aktiv iştirak eləməliyik. Yəni 7-24 rejimlə işləməliyik. Və əlbəttə ki, nəyisə qurban veririk. Sadəcə oradakı hədəf fərqli ola bilər. Məsələn, mənim hədəflərimdən biri odur ki, mənim ailəm iqtisadi azadlığa sahib olsun. Və bu dəqiqə onlarla 2 saat həftə sonu daha çox görüşməyim bu yola gətirib çıxartmayacaq. Amma onları görürəm. Onları tamamilə ihmal eləmirəm də, belə deyək. Onları görürəm, sadəcə onlarla 24 saat vaxt keçirtmirəm. Daha limitli vaxt keçirdirəm ki, onlar daha keyfiyyətli həyat yaşaya bilsinlər müəyyən bir müddətdən sonra. Yəni demək istədiyim şey həm sizin romantikləşdirmə dediyiniz məsələ ilə bağlı biraz düzdür, fəlsəfi yanaşıla biləcək mövzudur. Ümumiyyətlə bu əlimizdə olanın dəyərini bilmək tamamilə razıyam, ona şükr eləmək, ondan razı olmaqla razı deyiləm. Yəni olduğumuz yerdən razı həmişə olmamalıyıq. Bu bizi inkişaf elətdirən bir şey. Mən də bundan razıyam. Bəli, əlbəttə. Daha yaxşısına layiq olduğumuzu düşünüb ora doğru çalışmalıyıq, çox çalışmalıyıq. Tam razıyam. Amma az resurslu yaşamağın, məsələn mən indi tələbəlik həyatıma geri dönüb baxanda çox az resurslu yaşayırdıq və orada qurduğum dostluqlar indi mənim üçün seçilmiş ailə rolunu oynayır. Hələ də onlar mənim ən yaxın dostlarımdır və biz bir yerdə doğrudan belə hər şeyi bölürdük, paylaşırdıq. Amma indi o günə qayıdıb eyni limitli resursla yaşamaq istəyirəm, əlbəttə ki, yox. Eyni dostluğu davam elətdirirəmmi? Davam elətdirirəm. Onu bir yerdə təcrübə etdiyim insanla mən hələ də dostam. Milyoner olanda da dost olacağıq. Onların arasında da milyonerlər var və olacaq. Və biz necəsə bir yerdə toxuşacağıq da. Amma və yaxud bu mənə elə gəlir ki, iş həyatında da belədir. Öz biznesimiz olmasa belə işə giririk və oradan əgər qane oluruqsa, oradakı pozisiyamız, gəlirimiz və s. orada bizə davranılma şəkli, rəftar və s. Oradan tam qane olanda adətən böyümək biraz çətin olur. Amma bilmirəm, bu yəqin ki, həm də mənim özümlə bağlı, yəni daha şəxsi bir şeydir ki. Doğrudur, razıyam. Orada məni həmişə belə içəridə elə bilin ki, alov var ki, deyir ki, yox, bunun qane olmamalısan, buradan biraz ileriyə getmək lazımdır. Növbəti addım nədir? Bəli, razıyam. Bu sözün qısası Porsche üçün deyir. Razıyam dediklərinizdən. Bu arada mən ondan razıyam ki, pul xoşbəxtlik gətirmir, amma pulsuzluq bədbəxtlik gətirir. Pulsuzluq yəni yaxşı deyil. Bu bizimki kimi cəmiyyətlərdə, yəni İsveçrədə yaşamırıq, nə bilim Norveçdə deyilik, rifah dövləti deyil. Bəli, yəni sosial dövlət deyil. Bəli. Doğrudur. Bunlar tamamilə razıyam və mən də işləyirəm, çox işləyirəm bu dediyimiz məsələlər üzərində. Sadəcə eyni zamanda
onu başa düşmüşəm və bu mənim üçün artıq bundan sonrakı həyatımda tətbiq edəcəyim bir şeydir ki, xoşbəxtlikdirsə hədəfimiz, mənə məsələn ən yaxşı hiss etdirən şey xoşbəxtlikdir. Ona görə mən bir növ hədəfimi pul kimi, xoşbəxtlik kimi görürəm. Və bu xoşbəxtlik Porsche olmadan da əldə eləmək mümkündür və hətta deyərdim ki, Mən şəxsə görə çox dəyişir. Şəxsə görə çox dəyişir, Mən hə. Porsche alanda tam %100 xoşbəxt olacağam kimi hiss edirəm. bəli, Porsche inşallah. işin məzəsidir ya. Yəni doğrudan hər hansı Bəli. bir maddiyatla satın Aydın, ala biləcəyimiz aydın. başqa bir şey də ola bilər. Amma Nə məsələn bilim, vurğulayırsınız ki, tibbi sağlamlıq sığortasının tam olmağı, bütün ailəm üçün bunun tam olmağı, bu da əslində maddiyatla alınan bir şeydir. Amma bu olanda mən özümü daha təhlükəsiz hiss eləyəcəm Aydın, və daha xoşbəxt bəli. hiss eləyəcəm. və ya məsələn üçün xaricə gedəndə bir 4 ulduzlu oteldə qalanda daha xoşbəxt hiss eləyəcəksiniz hosteldə qalmaqdan. Yo, o dəyişir, amma ən azından daha təhlükəsiz hiss eləyəcəm, bəli. Bəli. O təhlükəsizlik hissi xoşbəxtlik elə bilin ki, Bəli. mənim üçün dəstəkləyən bir İndi bu sualı Bilirsən, mənə belə verilsə ki, sən getdikdə oteldə qalmaq istəyirsən yoxsa hosteldə, mən də oteli seçərəm. Amma burada vurğulamaq istədiyim şey odur ki, mən oteldə də qalmışam, sırf bu İndonezya səyahətində hosteldə də qalmışam. Orada tanış olduğumuz, qurduğumuz Daha fərqli. əlaqələrlə çox fərqlidir. Bəli. Bəli, Hosteldə fərqli. daha çünki o pulla bağlı nərdivan desək, nərdivan da yuxarı qalxdıqca əslində işlər çətinləşir. Daha az risk tolerant olmağa başlayırsan. O daha az risk toleransı həyatın dadını çıxartmağı qarşısını alır. Bu məsələn In Time kinosu var, baxmısınız? Zamanla bağlı bir kinodur. Orada insanlar Hə, baxmışam, bildim. bəli, orada məsələn o mərhələlər göstərilib və resurs zamanı idi, hə, bəli, qollarının bəli. zamanı. Bir növ ödənişlərin hamısını zamanla ödəyirdilər. Orada o mərhələlər göstərilib və yuxarı mərhələdə olan ailələrdə baxırsan, onlar hətta yavaş-yavaş yeriyirlər ki, çünki artıq ölüm yoxdur və heç nəyi riskə ata bilmirlər. Və o riskə ata bilməməkləri nəticəsində həyatın əslində tam yaxşı istənilən sürətində yaşaya bilmirlər. Amma daha azad olduğumuz hissədə bir növ daha çox o dadı çıxara bildiyimizi düşünürəm. Xoşbəxtliyi daha çox ala bildiyimizi Razıyam, hə, düşünürəm. əlbəttə. Bəli. Amma bunlar heç birisi Biznesiniz olmayanda daha azadsınız, vaxtınızı daha gözəl bəli, istifadə bəli, edirsiniz, bəli, daha çox eynən. yeyib içirsiniz, daha Bəli, çox partilirsiniz, bəli. daha çox Bunları dincəlirsiniz. vurğulamaqla yanaşı digər tərəfdən də maliyyə azadlığının, ümumiyyətlə maliyyə savadlılığının bir yerdə passiv gəlir yaratmağın çox vacib olduğunu düşünürəm. Sadəcə hədəflərimiz bir növ maddi olmaqdan daha çox yenidən eyni mövzulara Bayaq qayıtmışım olur. danışdığımız məsələdir. Əslində məsələn kofe almaq. Mənim üçün məsələn Porsche almaq 5 il sonra, 3 il sonra Porsche almaq, kofe almaqla təxmini eyni şey kimi onu hesab edirəm və o andakı bu gün mən kofe gedib alanda, nə bilim, çiyələk siroplu kofeni evdə düzəltməyib bayırda alanda həmin gün daha produktiv işləyirəm. O məndə nə isə dəyişdirir, mühitimi dəyişdirirəm, ən azından daha fərqli bir hava alıram. Porsche-də o formada Yəni Porsche olmaya da bilər, nə bilim, hansısa bir ölkəyə gedib həqiqətən orada yaxşı bir oteldə qalmaq və səhər yeməyi yemək də ola bilər. Amma o maddi şey, yəni tam çatmaq istənilən hədəf o deyil əlbəttə ki, amma bəli, əla. uzun vadəli yolda onu dəstəkləyən bir şeydir. Məncə aşağı-yuxarı biz eyni məxəzəyik, çünki siz özünüz də Bəli, əvvəldə vurğuladınız ki, məqsəd deyil, vasitədir. Razıyam. Bəli. Bəli. Elə Porsche də vasitədir. Bildiyim qədərilə idmanla məşğulsuz, aktiv olaraq bir neçə dəfə də danışığımızda vurğulamısınız. Bunu bizneslə necə əlaqələndirərsiniz? Məsələn, idmanla məşğul olması biznes fəaliyyətinizə müsbət təsir göstərirmi? Çox əla sualdır. Məncə ümumiyyətlə çox ciddi təsir göstərir. Buna hər iki aspektdən cavablayacağam. Həm şəxsi aspektimdən, yəni məndəki spesifik nəyə görə işə yarayır, həm də ümumi. Ümumi ona görə ki, birinci növbədə siz sağlam olmalısınız bizneslə məşğul olmaq üçün. Çünki çox işləyəcəksiniz, çox yuxusuz qalacaqsınız. Yəni sağlamlığa zərər verə biləcək bir çox amil var bizneslə məşğul olanda insan həyatında və onu necəsə balanslamaq lazım olur. Bu da fiziki aktivliklə, yəni idmanla məşğul olaram dediyim, yəni çalışıram ki, fiziki aktiv olum. Əgər heç nə eləməmişəmsə ən azından 10 min addım atım və yaxud yoga edeyim evdə. İdmana getməyə elə bir hövsələm yoxsa evdə idman etməyə çalışıram, ən azından 20 dəqiqə fiziki aktivlik və yaxud pilatesə gedirəm. Amma bunun bir ikinci tərəfi var. Mənim şəxsi olaraq istifadə etdiyim
ən uğurlu elədiyim şeylərdən biri odur. Mən məsələn ADHD-m var, yəni diqqət dağınıqlığıdır və diqqət dağınıqlığı əslində niyə görə olur? Çünki neyrotipik beyinlərə görə daha az spesifik hormonlar daha azdır. Okay? Neyro fərqli insanların beyinlərində və ona görə də nəyəsə hiperfokuslanmaq daha çətin olur. Məsələn, hansısa bir iş mənə maraqsız gəlir və onda fokuslanmağım daha çətindir, nəinki mənə çox maraqlı gələn bir mövzu. Amma bizneslə məşğul olanda bir sürü iş var ki, onlar çox maraqsızdır, amma onlar həyati əhəmiyyətə sahibdir və siz o maraqsız işi görməlisiniz də. Bir də çoxlu fərqli formada işlər görməlisiniz. Bəli, onu delegasiya eləyənə qədər edirsiniz. ADHD o cəhətdən kömək eləyir ki, çoxlu fərqli işləri görməyə maraq, o multitasking qabiliyyəti və s. bu tərəfdən kömək eləyir. Amma xüsusilə fokuslanmağa çox kömək eləyir, çünki fiziki aktivlik zamanı siz bədəniniz o hormonları ifraz eləyir, neyronlar arasında həmin əlaqələr qurulur və növbəti bir neçə saat ərzində adətən ən maraqsız gələn işləri növbəti bir neçə saata qoyuram. Həmin müddət ərzində daha yaxşı fokuslana bilirəm və hiperfokus ola bilirəm hətta. Yəni mənim şəxsi təcrübəmdə həm ADHD-yə kömək edir, bu bir fokusa kömək eləyir, həm də ümumilikdə sağlamlığa çox ciddi kömək edir. Şəxsi inkişafla bağlı, pulun idarə olunması ilə bağlı kitablardan oxumusunuzsa, oralardan nə tip dərslər öyrənmisiniz, nə tip nəticələr çıxarmısınız? Bu ara açığı keçən vəziyyətində danışanda söhbət eləyəndə dedim, ən çox oxuduğum kitablar daha çox biznes idarə etməsi və liderlik qabiliyyətləri ilə bağlı olan kitablardır. Əlbəttə ki, belə pulun idarə edilməsi ilə bağlı çox spesifik sayılan kitabları da oxumuşam. Məsələn, nə bilim, Varlı Ata, Kasıb Ata, Robert Kiyosaki. Orada ilk deyəsən oxuduğum hətta mali oxur. Biz necə deyirik, mali savad. Bu mövzuda assetin nə olduğu, liability'nin nə olduğu, məsələn, özümə çox lüks bir şey almaq istəyirəmsə, onu aktiv gəlirimlə almıram, onu gedirəm passiv gəlirimlə alıram. Hansı ki o mənə daha yaxşı hiss elətdirir və s. Belə kitablar da oxumuşam, amma hal-hazırda fokuslandığım daha çox digər tərəfdir. Bir iş yoldaşımın məsləhəti ilə məsələn bu dəqiqə Kim Scott'ın kitabını oxuyuram. How to be a kick-ass boss. Azərbaycanca tərcüməsi bilmirəm necə gedir, amma radikal səmimiyyət və necə çox yaxşı müdir olmaq olar və çox fərqli Google-dakı təcrübələrindən, Apple-dakı təcrübələrindən danışır. Bu ara istiqamətim budur, maraq dairəm budur, belə kitablar oxuyuram. Qəşəng. Uğurlu olsun. Təşəkkürlər. Məncə də kitablar çox vacibdir. Düzdür, təəssüf ki, bizim mədəniyyətdən biraz fərqli olan hissələri olur bəzən. Çünki bizdə investisiya mühiti Amerika kimi deyil və s. Tamamilə fərqli şərtlər keçir, amma hər bir halda adama fərqli bir perspektiv verir ki, başqa dünyada mümkündür. Çox dəyərlidir. Bu arada nə qədər işləyirsiniz toplamda? Yəni həftəlik və ya günlük olaraq? Çox işləməkdən danışdıq, amma qarşı. Bəli, çox dəyişir. Ümumilikdə hamısı birlikdə olan. Hal-hazırda çox uzun illər sonra ilk dəfədir ki, tək bir yerdə işləyirəm. Fokusum tək bir biznesdədir və tək bir biznesin sistemləşməsi və inkişaf eləməsi üçündür. Daha öncə daha belə serial entrepreneurship dediyimiz şeylə məşğul olurdum. Yəni eyni anda bir neçə fərqli bizneslə məşğul olmaq. Hal-hazırda ona görə iş rejimim biraz yumşaq sayılır əvvəlki rejimlərimə görə, amma həftədə 60-70 saat ortalama işləyirəm hal-hazırda. Amma bu dönəmdən dönəmə çox dəyişə bilər. Biznesin ehtiyaclarına görə elə vaxt olur 80 saat işləyirəm, elə vaxt olur 90 saat işləyirəm. Biznesin tələbidirmi, həm də mənim işkolik olmağım belə bununla da biraz əlaqəlidir. Amma ümumilikdə həm iş, həm özümün üzərində gördüyüm işlər, ümumilikdə nə bilim, tutalım sosial mediaya hər hansı bir kontentin yaradılması və s. 70-80 saata gəlir çıxır. Kifayət qədər yüksək rəqəmdir. Əvvəllər daha betər idi. Günlük 10 saat, 11 saat ətrafındadır və altı bazar fərqi olmadan hər gün işləyirəm bu formada. Axırıncı nə vaxt məzuniyyətə çıxmısınız? Mən öz işim olduğuna görə bir məzuniyyət anlayışı yoxdur. Amma təxminən 1-2 ay əvvəl 2-3 günlük istirahətə getmişəm. Belə olar. Bəli. Hətta bu uzun müddətli Asiya səyahət etdikdə dövrdə də mən işləyirdim. Səbəbi tam şeydən danışıram. Heç işləmədən bəli, internetin olmadığı bir yerə getmişdik. 2-3 günlük, təxminən 1-2 ay bundan əvvəl. Bəli, onu bir dənə saymaq olar. Azərbaycanda qadın sahibkarlığı necə görürsüz? Hansı problemlər var? Siz özünüzdə təcrübəniz olan bir kimi problemləri və eyni zamanda sahə necə, hansı vəziyyətdədir onu bölüşə bilərsiniz bizlə?
Mən əslində belə deyək, əvvəlki startapımla əlaqəli olaraq oradakı bizim hədəf kütləmiz kiçik sahibkarlar idi, kiçik və orta ölçülü sahibkarlar idi. Ona görə fərqli qurumlarla da biz partnyorluq eləmişdik və orada çoxlu qadın sahibkarlarla tanış olmuşam. Mikro və orta ölçülü sahibkarlar və fərdi sahibkarlar eyni zamanda. Konkret problem deyə bilməyəcəm, çünki bu mənim birbaşa araşdırma elədiyim, yəni ən azından elmi araşdırma elədiyim yaxud aktivist olaraq iştirak Öz etdiyim bir təcrübələrinizdən proses bəlkə deyildi. bölüşə bilərsiniz. Sizin qarşılaşdığınız Öz təcrübəmdən əslində Azərbaycanda yox, ümumi qlobalda deyə bilərəm ki, məsələn startap sahəsində qorxunc bir mənzərə var. Çox təəssüf, dünyanın hər yerində belədir, Silikon vadisində də belədir, İngiltərədə də belədir, hər yerdə belədir. Qadın təsisçilərin startaplarının investisiya tapma şansı daha azdır bir neçə mənbəyə görə. İndi dəqiq mənbə verə bilməyəcəm və yaxud rəqəm verə bilməyəcəm, amma iştirak elədiyim tədbirlərdə, nə bilim, eventlərdə, konfranslarda təkrarlanan halda gördüyümüz şey budur. Bəli. Azərbaycanda isə bu məhz mikro və fərdi sahibkar qadınlarla bağlı deyə biləcəyim nə var? Mən düşünürəm ki, daha çox mentalitet cəhətdən bəlkə biraz problemli yanaşırıq ümumi. Çünki biznes sizdən 7-24 vaxt və resurs tələb edən və enerji tələb edən bir şeydir və adətən qadınların başqa kənarda o qədər fərqli məsuliyyətləri olur. Uşağa baxmaq, evi yığışdırmaq, evə gələndən sonra iş prosesi əslində yenidən başlayır və s. və o lazım olan fokusu verə bilməmək və ətraf mühitində tam bu şeyi verə bilməməyi, resursu yarada bilməməyi, bu cəhətdən kömək eləməməyə, eləməlidir kimi baxmağı. Bu məsələn mənə belə çox dəhşətli gəlir ki, İlahi necə ola bilər? Axı sən orada da işləyirsən, gəlib burada çox dincəlməlisən ki, səhər daha produktiv iş görə biləsən, amma bu tərəfdən fərqlidir. Belə ümumilikdə Azərbaycanda qanunvericilik cəhətdən mikro və fərdi sahibkarlarla bağlı işin çox yüksək qiymətləndirirəm. Yəni mənim Azərbaycana qaydanda gözlədiyimdən çox daha yaxşı idi vəziyyət, qanunvericilik. Məsələn mən vergi qeydiyyatından keçdim və bizə Vergilər Nazirliyindən bir müəllim gəldi və o mənimlə oturdu, 1 saat yarım mənə təlim keçdi. Biz çay içdik və mənə başa saldı ki, qanunsuzluq olsa mən hansı maddəni əsas göstərməliyəm, nə etməliyəm, nə etməməliyəm, nə olsam cərimə ediləcəm, nə etməsəm belə olacaq və qeyri-adi bir şeylə rastlaşmamışdım. Ona görə eşitməmişəm mən də sizin təcrübəniz məhz bu təcrübə mənə belə şeylədi ki, istisna etmiş ola bilərlər sizə, çünki mən heç eşitməmişəm. Hamı məni çox qorxudurdu ümumiyyətlə ki, Azərbaycana qayıtmaq lazım deyil, Azərbaycanda bizneslə məşğul ola bilməyəcəksən, Azərbaycanda çox çətindir, elə olacaq, belə olacaq və doğrudan da heç elə olmadı. Sahibkarlıq fəaliyyəti boyunca heç vaxt əlavə heç bir belə deyək, rüşvət və s. belə bir şey tələb edilmədi və heç kimə də belə bir şeydə ehtiyacım olmadı. Doğrudur. Bu tam rüşvətin olmaması, negativ halların olmaması mənasına gəlir. Bəli, həm də öz təcrübə. Bəli, heç orada da məncə elə deyil vəziyyət. Sadəcə sizin təcrübənizdə belə olmasına inanıram. Səbəbi odur ki, fəaliyyət göstərdiyiniz segment və birlikdə işlədiyiniz o paydaş, türklərin paydaş dediyi stakeholderlar o icmada bu formada ola bilər. Çünki mən zaten tamamilə yaxşı olduğunu iddia eləmirəm, amma kifayət qədər inkişaf etmiş olduğunu düşünürəm. Bəli, mən də elə düşünürəm, çünki mən belə düşünürəm ki, sizin segmentdə olanlar üçün ən ideal şərait yaradılıb. Sizin segment dediyimdə o aslı brend oldu, düzdür? Bəli, o brend ətrafında olanlar. Yəni biraz məsələn hansısa bir kafe gedib açsaq, dönər satdığımız bir kafe açsaq, orada mənfi hallarla üzləşmə ehtimalımız daha yüksəkdir. Amma məsələn Ağşəhərdə coffee shop açsaq, nisbətən daha azdır. Burada biraz belə mənə elə gəlir ki, bizim cəmiyyətimizdə başqa bir şey də var, stereotip. Məsələn, mən hər şey qanuna uyğun edirəmsə, qanuna uyğun bütün hər şeyi oxumuşamsa və eləmişəmsə, nə bilim, məsələn, yanğın söndürən nə bilim nə olmalıdır və o var. Bəli. Və bunun üçün artıq heç kimə deməli deyiləm ki, ayda nə olar cərimələmə gəl, sən nə bilim cibə pul basın, belə həll eləyək, Azərbaycan sayağı həll eləyək. Amma hər şey qanununa uyğun eləyəndən sonra bizim problem yaşamama səbəblərimizdən biri bu da ola bilər bu arada ki, nə vaxt çek edilirsə, hər şey okeydir, hər şey qanunidir, vergi verilir, postterminal oradadır, başqa nə ola bilər? Yəni adam niyə sənə nəsə eləsin? Bundan da razıyam. Sadəcə qaçırdığımız bir dənə hissəsi var ki, elə o sizin segmentinizin nəticəsində siz onu
edə bilirsiniz. Bir şeyi qanuni edə bilirsiniz. Çünki məsələn, sizin götürdüyünüz ofis xatırladığım qədərilə burada qaraj daxilində idi. Yoxsa Deyildi, yerin deyil. pasajın Pasajdaydı, bəli, pasajdaydı. daxilində idi. Məsələn, ora onsuz da o standartlara uyğun dizayn olunur və siz orada həqiqətən yanğı söndürən balonu qoya biləcəksiniz şəraitdə olursunuz. Və ya orada Bəli. bir kafe açsanız, oranın şərtləri ona imkan verir. Bəli, Amma bəli. təəssüf ki, o bayaq dediyimiz daha aşağı segmentdə olan sahibkarlar istəsələr də o şəraiti yarada bilmirlər. Yəni istəsələr də onlar qanuni fəaliyyət göstərə bilmirlər. Deyəcəksiniz necə ola bilər? Çünki şərtlər ona imkan vermir. Götürdükləri obyekt misal üçün ona uyğun olmur. Onlar nəticə olaraq iki şeyin arasında qalırlar. Ya gedib hamımız pasaj kimi bir yerdə fəaliyyət göstərməliyik, ya da o fəaliyyəti göstərməməlidir. Onlar da məcbur olub qanuni olmayan yollara doğru gedirlər. Belə yəni bunu nəzərə almaqla dediyinizdə bunu da doğru hesab edirəm ki, eynən siz qanuni olaraq fəaliyyətinizi göstərmisiniz deyə sizdə o formada olub. Amma təəssüf ki, Azərbaycanın böyük ölçüsüdə obyektlərin bəlkə də 60%-i qanuni olaraq fəaliyyət göstərməyə uyğun deyil, amma oralarda fəaliyyət göstərir. Amma orada elə şeylər var ki, qanuni olaraq fəaliyyət göstərməyə hamı uyğun ola bilər. Post terminal istifadəsi, verginin düzgün ödənilməsi, verginin düzgün açılması və s. kimi elə faktorlar var ki, onu hamı edə bilər, amma bir çox halda eləmirik və düşünürük ki, onu belə razı deyiləm ki, orada marja o qədər azdır ki, siz bunları deyə bilirsiniz çünki sizdə marja yüksəkdir. Siz bir məhsulu satdıqda məhsulun öz qiyməti qədər bəlkə qazanırsınız. Bunun nəticəsində post terminal xərcləri və digər əlavə xərclər hamısını qarşılaya bilirsiniz, qarşılaya bilmirsiniz. Amma ortalama bir fərdi, yeni biznesə başlayan və imkanları olmayan biznes adamı onları qarşılaya bilmir və onun nəticəsində o xərclərin altında qalır, o nəticə olaraq post terminal istifadə etmir. Yoxsa o da istəyər post terminal istifadə etmək. İstəyər, sadəcə onun şərtləri o qədər çətindir ki, o post terminalı qura bilmir. Eyni zamanda bu savadlılıq məsələsi də var. Onun təhsili yoxdur. Siz bu rahat şeyləri danışa bilirik çünki sizin təhsiliniz var. Mən yüksək dəyərləndirdiyim şey, məsələn, mənim də vergi qanunvericiliyi ilə bağlı spesifik bir məlumatım yox idi, heç maraq dairəm olmayıb, amma mənə zəng gəldilər, oturdular, başa saldılar, öyrətdilər, kağızlara baxdılar, mən bir neçə şey soruşdum filan. Mənim yüksək dəyərləndirdiyim şey budur, yəni ki, ümumilikdə o gələn adam bu da şans deyil də. Burada da belə elə yanaşma tərzidir ki, orada mən məsələn post terminal mən də qoymaya bilərəm, nə bilim. Başqa bir sürü xırda detal var ümumilikdə. Yəni incidilmək, konkret rüşvət və s. qanunsuzluq çərçivəsində incidilməkdən çox qanunların bəlkə bilinməməsi, daha yaxşı islahat edilməsi və s. bu məsələlər ayrı məsələlərdir, amma mövcud qanunun çərçivəsində hərəkət edəndə adətən bizdəki o qorxu var, bütün qohumların, dostların, hamının dediyi, kimsə deyəndə ki, mən bizneslə məşğul olmaq istəyirəm. Qoyan deyirlər, icazə verən deyirlər, sən incidəcəklər, əlindən alacaq. Deyil, yəni. Bu Azərbaycanda bu qədər sahibkar var. Bu sahibkarların hamısı, yəni hamısının dayı yoxdur ki, bir sürüsü fərdi sahibkardır və işini düzgün görür və heç kimə də rüşvət vermə məcburiyyətində qalmır. Razıyam. Yəni o qorxudulan kimi o belə bizə trajedik göstərilən hekayənin elə olmadığını düşünürəm əslində reallıqda. Tam razıyam. Bəli. Yavaş-yavaş podkastımızın sonuna gəlirik. Təşəkkür edirəm. Çox məncə məhsuldar söhbət oldu. Və son olaraq ümumiyyətlə düşünürəm sizin məzmununuz şəxsi brendinq və digər məsələlər bir tərəfə, digər tərəfdən də gənclər üçün ilham mənbəyidir. Hal-hazırda bir tələbə sizin məzmununuzla qarşılaşıb çox maraqlı, hələ ki qadınlar üçün bu belədir məncə. Çox maraqlı, mən izləyim, nə öyrənə bilərəm, necə olub, belə olub, nələr edir, sizin həyat stilinizdən görmək, misal üçün orada idman etməyini görmək və bunun nəticəsində hər gün bir zala da getməsə, ev şəraitində idman etməyə başlaması bunları yol açacağını düşünürəm sizin məzmununuz. Təşəkkür edirəm. Və mən də ümid edirəm və sizin son olaraq bu şəxslərə, gənclərə nə sözünüz olardı? Nələri dəyərləndirsinlər? Nə ilə bağlı həyatda diqqətli olsunlar? Əsas da sizin yolu getmək istəyirlərsə, Porsche istəyirlərsə, bəli. Mənim belə öz yaxın çevrəmdə də həmişə verdiyim əsas feedback şey olur. Mənim bura qədər gəlib çatmamın səbəb olan əsas şey həmişə hədəflərin çox yüksək qoyulmağı olub və bu hədəfləri həmişə özüm seçmişəm və məni ora nə aparacaq, yəni oradakı
belə deyək də priz nə olmalıdır, mükafat nə olmalıdır ki, mən o yolu getməyə daha da motivasiyalı olum, daha da həvəsli olum. O prizin daha yüksək olmağı və bu sahibkarlarda da belə bir şey var da. Çox yaxşı bir kod gördüm keçən dəfə. Mən şey tərcih edirəm. Məsələn, MIT-yə girmək istəməyi hədəfliyim. MIT-yə girməyim, gedim ODTÜ-də oxuyum. Hansı ki bir çox insan üçün ilk və ən yüksək hədəf olur da. Siz daha yüksək bir hədəfə məqsəd qoyanda ki, siz ora gedəcəksiniz. Ora çatmasanız belə onun altı belə kifayət qədər yüksək məqsəd olur əslində. Ona görə bu qorxmamaq çox önəmlidir. Özünüzə inanmaq və qorxmamaq. Özünə inam üçün də məncə ən önəmli şey özünə verdiyin sözləri tuta bilməkdir. İnsan özünə söz verməlidir və o sözü tuta bilməlidir. O zaman özünə güvən də yaranır, özünə inamı da yaranır. Yəni bir dəfə eləmişəmsə bir də eləyə bilərəm. Ən böyük tövsiyələrim bunlar olar. Bir də ümumiyyətlə bu yuxarı məqsəd qoymaqdan qorxmamaq. Məsələn, belə bir yanaşma tərzi var. Əgər siz düşünürsünüzsə ki, bu iş sizin üçün çox yaxşıdır və siz çox altındasınız da onların tələblərini, yenə də müraciət edin. Bəlkə yəni sizin həyatınızı dəyişdirən iş elə o iş olacaq, o təcrübə olacaq. Müraciət mərhələsi bəlkə sizə nələr söyləyəcək. İntervyuya çağırılacaqsınız, orada bir sual veriləcək. Biləcəksiniz ki, bu sualın cavabı misal üçün falan proqramı bilirsən? Bilmirəm. Amma bilmiş olacaqsınız ki, falan proqramı öyrənmək lazımdır. Məsələn, illik dövriyyəsi 10 milyon dollar olan bir biznes qurmaq. Niyə də bu hədəf olmasın da? Niyə də hədəf olsun illik dövriyyəsi 100 min manat olan bir biznesin sahibi olmaq. Yəni hədəfi nə qədər yüksək qoysaq, dəyişir də əlbəttə ki, hər insanın özünün öz ambisiyaları var, öz arzuları, xəyalları var, çatmaq istədiyi hədəf ayrıdır, amma o çatmaq istədiyi hədəfin bir tık daha üstünə çıxanda adətən bu adamı məncə daha çox motivasiya edir və daha çox qabağa aparır. Razıyam, biraz belə demək olar bəlkə smart anlayışı var hədəflə bağlı və burada smartın hansısa hissəsi obtainable olmalıdır deyəsən. Yəni achievable-dur bəlkə. Əl çatıla bilən məqsəd olmalıdır. Siz biraz onun əksini iddia edirsiniz, amma siz son məqsəd üçün onu deyirsiniz. Yəni yoldakı bütün hər şey smart olmalıdır. Hamısının action planı olmalıdır. Bəli, hamısının action planı olmalıdır, amma ümumi vizyon böyük ola bilər. Nə istədiyini yaxşı bilmək. Çünki nə istədiyinizi yaxşı bilməyəndə hər hansı bir hədəfə çatanda nə olacaq, onu yaxşı bilməyəndə o yolu getmək çox çətin olur. Məsələn, İsaqı düşünək, o YouTube kanalı sahibi. O düşünün ki, Azərbaycanca da kanal aça bilərdi və 10 min izləyicisi olardı, 50 min izləyicisi olardı. Amma ingilis dilində kanal açmağı üstün tutub və hətta dublaj edir. Bütün videolarını dublaj edir və videolarının birində deyir ki, birdən-birə misal üçün Hindistan dilində dublaj edirəm və 1 milyard kütlə qazanıram onun üzərindən. Baxın, bu o vizyon məsələsidir ki, eynən biz də Azərbaycanlılar olaraq, bəli, bazarımız kiçikdir, şərtlərimiz dünyanın bir çox yerindən zəifdir, startup ekosistemi yoxdur və s. Amma vizyonlarımızı böyük görə bilərik, qlobal məhsullar planlaya bilərik. Bəli, məsələn, mənim həmişə ən vacib dediyim məsələlərdən biri ki, bir mühəndis Azərbaycanda işləsə belə, Azərbaycan bazarı ilə özünü hazırlamamalıdır. O mühəndisi buradan aparıb Koreyaya aparıb qoysaq, Koreyada da o işi görməlidir. Əgər görmürsə, görə bilmirsə, Azərbaycanda gördüyü işdə belə nəsə sıxıntı var. Və bütün bunların nəticəsində, bu vizyon və hədəflərin ciddi olmağın nəticəsində düşünürəm ki, bu Azərbaycan da bir gün Koreya kimi bir ölkə olmağa doğru gedə bilər. Bir digər son şeyim də nə ola bilər? Son məsləhət demək də belə. Mənim özümə ilham verən məsələlərdən biri, yanaşma tərzlərindən biri. Ümumiyyətlə o yolu gedəndə hədəfə doğru, hədəf hər hansı bir şey ola bilər də. O hədəfə doğru gedəndə o qıraqdan çoxlu diqqət dağıtmağa çalışan detallar olacaq da. Kimsə sizə deyəcək, bunu bacarmazsan, o nə məqsəddir, onu qoymusan, oy da məzələrsən, bu belə eləmək olmaz, elə eləmək olmaz. Orada inanmalı olduğunuz şey öz intuisiyanızdır, instinktiv hisslərinizdir və o diqqətinizi dağıtmamalıdır. Yəni insan, mən çox ciddi şəkildə inanıram ki, insan nəyəsə çox çalışsa, fokusunu ciddi versə ona, insanın əldə edə bilməyəcəyi heç bir şey yoxdur və xüsusilə özünə məxsus tərəflərini qata bilsə gördüyü işə, yəni ancaq ona aid olan hissələri, uğursuzluq mənə belə mümkünsüz gəlir. Mütəmadi olaraq da revise etsə, yəni mütəmadi olaraq da gözdən keçirdib, biraz dəyişsə, işə yaramayan yolları
alternativləri ilə dəyişsə, məncə də Bir də dəstək mexanizmi qurmaq lazımdır. Bu bütün prosesdə hamısı çox çətindir və burada sizə dəstək ola biləcək bir mexanizm olmalıdır. Kofe almaq ola bilər, yaxın dostlarınız ola bilər, ailə ola bilər, hər hansı bir şey ola bilər, idmana getmək ola bilər, mentorluq almaq ola bilər, prosta küçədə qaçmaq ola bilər, rəqs eləməyə getmək ola bilər. Nəsə bir dəstək mexanizmi olmalıdır və belə yorulanda ona müraciət etmək Şəhla xanımın videolarına baxmaq ola bilər. Ola bilər. Niyə də olmasın? Abdullah bəyin videolarına baxmaq ola bilər. Sağ olun. Çox təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Çox sağ olun. Gəldiniz, danışdıq. Çox sağ olun. Çox maraqlı oldu mənim üçün də. Təşəkkürlər. Dəyişiklik uğramadınız. Dəyişiklik, ay da belə şeylər ola bilər. Çox nə danışdım üstündə bilmədim vallahi. Yox, yaxşı. Ağzıma gəldi. Tamamlamaq istəyirsə tamam. Başqa nə ola bilər? Bu dəyişikliyi yaxşı vururlarız. Bundan da. Necə olacaq? Bu sözün qısası Porsche üçün deyil. Porsche reklam versə yaxşı olar. Bəli.